Bunu yenə də infeksiyaların analizi barədə danışmaq istəyirəm. Nəyə görə? Çoxlu insanlar bu cinsi yolla keçən infeksiyalardan məlumatsızdırlar, xəbərsizdilər. Və hamı fikirləşir ki, bu cinsi infeksiya ancaq əlamət olanda olur. Yəni, əgər şəxs kənar qadınla cinsi əlaqəsi olub, lap belə öz həyat yoldaşı ilə də, yəni belə deyək, ailəli qadınlarda, normal ev qadınlarında da infeksiyaların olması mümkündür. Yəni göbələkdir, qadnerelladır. Bunlar normal xanımlarda da ola bilir. Yəni çox kişilərlə münasibətdə olmayan qadınlarda da ola bilir. Öz-özünə əmələ gələ bilir yəni bu. Ona görə, yəni vacib deyil ki, mütləq səndə ciddi problemlər olmalıdır, narahatçılıq olmalıdır. Ondan sonra sən gəlib analiz elətdirməlisən. Yox, əgər görürsən ki, nəsə problemlər var, cinsi funksiyada zəiflik var, ümumi sidiyə çıxmada problemlər var, artıq bunu gedib yoxlatmaq lazımdır. Gözləmək lazımdır ki, burada kəskin əlamətlər olacaq. Yəni, onu deyim ki, son vaxtlar bu insanların çox antibiotik istifadə eləməsi ilə əlaqədar cinsi infeksiyaların artıq əlaməti yoxdur, olmur əlamət. Cinsi infeksiyalar gizli keçir əksəriyyəti. Nəyə görə? İnsanlar çoxlu antibiotik qəbul edirlər və çox təəssüf ki, bunu da sistemli şəkildə, yəni sxemlə, qayda qanunla, yəni belə qəbul eləmirlər. Gedir aptekə, bir dənə dərman verir, mənim belə narahatçılığım var. Aptekçi də bir dənə dərman verir, bir antibiotik verir. Yəni bu müalicə belə getməməlidir. Bu verilən antibiotiklər əksində vəziyyəti pisləşdirir. Yəni həmən o infeksiyanı, o mikrobu öyrəşdirir. Sonra onu müalicə